Uşaq orqanizmi daim inkişaf edir və dayanmadan yeni birləşmələr yaradır. Boy artımı, beyin inkişafı, hormonal təkamül prosesləri kimi amillər hələ tam formalaşmamış gənc orqanizm üçün dayanmadan köməkçi vasitələr, o cümlədən vitaminlər tələb edir. Bu səbəbdən də valideynlər uşaqlarda vitamin və mineral balansını qorumağa çalışır. Hətta bir çox hallarda buna heç bir tibbi göstəriş olmadan öz başına qərar verirlər. Bizim aptekədəki hal-hazırda müraciət olduqca artmışdır. Yəni ki, analar öz uşaqlarının, böyüməkdə olan uşaqlarının müəyyən şikayətlərini edərək vitamin preparatlarını istəyirlər. Mənə elə gəlir ki, əczaçılarla bərabər əsas həkimin tövsiyəsi ilə olmalıdır. Ona görə ki, həmin multivitaminlərin tərkibində müxtəlif səviyyəli vitaminlər var. Çox vitaminlər və çox mikroelementlər var. Onların eləsi var ki, həmin uşağın orqanizmində müəyyənləri norma daxilindədir. Və buna görə də bunun laborator diaqnostikaya əsaslanmadan aptek işçilərinin, yəni əczaçıların həmin vitamin preparatlarını həmin pasiyentə buraxması mənimcə düzgün deyil. Uşaqların çoxunda düzgün qidalanmama ilə əlaqədar vitamin əksizliyi müşahidə olunur. Sözü gedən problem bir çox əlamətlərlə özünü büruzə verə bilir. Tez yorulma, halsızlıq, iştahsızlıq, yuxu pozğunluqları, xüsusən də körpə yaş qrup uşaqlarda məsələn dəmir və B12 azlığı yuxu pozğunluqları ilə özünü göstərə bilər və uşağın daim huzursuz və narahat olması, müxtəlif ağız yaralarının məsələn uşaqlarda görülməsi, saç tökülmələrinin olması, dırnaq qopmalarının olması, uşağın məsələn dərisinin çox quru olması, bütün bunlar hamısı uşaqlarda vitamin azlığına istirayət edə bilər. Vitamin kompleksləri çox da masum preparatlar deyil. Vitamin kompleksləri özü belə doza həddi aşılması və qaraciğər yetməzliyinə səbəb ola bilər. Odur ki, nə əksikdir onu verməliyik. Uşaqların gündəlik rasionunda lazım olan tələbatı ala bilmələri üçün onların qidalanmasına diqqət yetirilməlidir. Mövsümi meyvə və tərəvəzlərə üstünlük verilməsi arzu olunandır. Bundan əlavə, mütəxəssislər bildirir ki, qışa yaydan hazırlıq görməyə başlanılmalıdır. Həmçinin səhər saatlarında günəş vannası qəbul etməklə uşaq orqanizmini qüvvətləndirmək olar. Salatin Pirmuradova, Emin Tağıyev, Telesəhər.